Gerek əvvəldən gedəsən. Rusca dərsən? Yox, Azərbaycan. Amma bu elm tələbi barəsində belə qardaşlar var, biraz məşğul olub, hardasa dayanıblar. Elə qardaşlar var, yəni iki qrup qardaş var da, yəni dayandıqları yerdən irəli getməyiblər. Bir qrup qardaş da var, məsələn, ərəb dilində Mədinə kursunu 2, 3, 4 kitabı keçiblər. Sonra tezdən keçmək istəyirlər, ya deyirlər ki, ərəb dilini tezdən oxumalıyam. Yəni belə bu birinci qrupa nə məsləhət görürsünüz, nə nəsihət edirsiniz? İkinci qrupa birinci qrup nə idi? Birinci qrup bir hissə öyrəniblər, nəsə elmdən alıblar, o həddə dayanıblar. Ondan oyuna getmirlər. İkinci qrup ərəb dilini öyrəniblər, tezdən ərəb dilini öyrənməyə, ya inkişaf elətdirmək istəyir. Yəni 3 ya 4 kitab oxuyub, ondan sonra nə eləmək lazımdır o barədə? Deməli birinci qrup birinci qrupdan danışaq. Yəni qardaş soruşur ki, elm başlayıblar oxumağa, dayanıblar və davam eləmirlər. Yəni nə məsləhət eləmək istəyir? Birincisi başa düşmək lazımdır ki, qardaşlar, elmin sonu yoxdur. Yəni hətta sələflərdən gəlib ki, deyir ki, sən elmə səndə nə varsa versən, yəni bütün vaxtını, gücünü versən, o sənə özündən bir parçanı verər. Çünki elm böyükdür, ömür də qısadır. Sən onu özündən az bir parça versən, o sənə heç nə verməyəcək. Yəni sən gərək elmə vaxt ayırasan. Və eyni zamanda gərək başa düşəsən ki, elmin həddi yoxdur. Sən heç vaxt bütün şərri elmi əhatə elə bilməyəcəksən. Mümkün deyil. Ona görə İmam Əhməddən rahimehullah soruşdular ki, deməli, elmi nə vaxta kimi alaq? O deyir ki, minəl məhdi iləl ləxd. Yəni, doğulandan insan ehtiyacı var elmə ta öyrənəcək. Yəni, onun sonu yoxdur. Ona görə burada nəyə görə mən onu gətirirəm, qardaşlar? Başa düşmək lazımdır ki, elm öyrənmək bu elə özü məqsəddir. Yəni, sən əgər gündə 1 saatda olsan, 2 saatda olsan, vaxt ayırırsan, Allahın dini öyrənirsənsə, sən artıq məqsədə çatmışsan. Sən artıq xeyr üzərindəsən. Ona görə hətta hədisdə biz oxuduq. Göz Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyirdi ki, "Mən sələkə tariqan yeltemisu fi ilmə, səhhəlallahu lehu bihi tariqan iləl cənnə." Nədir? Kim ki yol seçərsə, Allahın elmini öyrənərsə, Allah ona cənnətə yol asanlaşdırır. Demədi kim öyrənərsən filan kitabları, Quranı əzbərləyərsə, yox. Sadəcə o yol seçərsə. Özünə yol seçərsə Allahın dinini öyrənmək. Bu yol seçməklə sən artıq məqsədə çatmısan. Sən artıq xeyr üzərindəsən. Artıq bunu eləsən, Allah Subhanahu sənə cənnəti asanlaşdırar, yolu asanlaşdırar. Elhamdülillah. Ona görə əsas bu yolda getməkdir, qardaşlar. Hansı bir məqsədlərə çatmaq deyil. Və eyni zamanda başa düşmək lazımdır ki, ən xeyri əməl, necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, xeyru əməl ədvamuha və inqal. Yəni ən xeyri əməl davamlı əməldir. Hətta az olsa da. Ən xeyri əməl davamlı əməl hətta az olsa da. Ona görə götürüb məsələn tutaq ki, bir gün səhərdən axşamacan mən nəsə oxuyuram, sonra bir ay kitabın üzünü açmıram. Lazım deyil belə. Bu düzgün yanaşma deyil. Gündə 1 saat, 2 saat ya 3 saat ayırsan, lakin bu hər gün olsa, bu daha sənin üçün faydalı. Niyə görə qardaşlar? Çünki elm bizdə özü ibadətdir. Elm səni həmişə Allah'a yaxınlaşdırır. Hiss eləyir ki, hiss elətdirirsən ki, Allah səni görür, Allah səni eşidir. Əməllərin sən hansı ki eləyirsən, namazdır, gündəlik ibadətlər, sən onların ləzzətini görürsən. Onların mükafatı sənin göz qabağında olur. Çünki daim sən o barədə hədislər, ayələr oxuyursan. Aydındır. Ona görə elm davamlı olmalıdır. Hətta az olsa da davamlı elə olur. Davamlı elə olur. Bu birinci qrup, yəni hansı ki elm oxuyublar və dayanırlar. İkinci bizə kim idi? Hansı ki elm oxuyublar? 3 kitabı tamamlayıblar. Məsələn, Mədinə kursundan 4 kitabı tamamlayıblar. Sonra davam eləmirlər. Yəni deyirlər ki, biz yenə də qayıdıb ərəb dilini inkişaf elətdirməliyik. Ya eyni kursu təkrarlamalıyıq, ya da ki, başqa bir kitab. Yox, insan əgər məsələn ərəb dili öyrənir, xüsusən Mədinə kursundan söhbət gedir. Mədinə kursu qardaşlar, mən bugünə kimi, yəni mənim üçün şəxsən bu ən gözəl kitabça dərslikdir ərəb dili öyrənmək üçün. Yəni çox, yəni onu həm asan, həm mükəmməl şəkildə onu yığırlar. Yəni sadəcə yaxşı müəllim olmalıdır. Hətta əcrümiyyə məsələn, əcrümiyyədə olan şeylər hamısı orada var.
Hətta orada o qədər şeylər var ki, əcrümədə yox. Çünki əcrümə ancaq nahvdan danışır. Yəni ərəb dilinin qrammatikasından, hansı ki, nahu nədir? O axırları şəkilçilər var. Nəyə görə dəyişir ərəb dilində? Ancaq o barədə əcrüməyə danışırlar. Amma Mədinə kursu həm sarf da əhatə eləyir, lazım qədər. Həm orada mətnlər var, onları oxuyursan. Həm şərri mətnlərlə səni tanış edir, hədisləri gətirir, Quran-ı Kərimdə ayələri gətirir. Yəni onu çox gözəl şəkildə onu tərtib ediblər. Fikir verin ki, o universitetdə neçə dənə millətlər gəlib oxuyub, hamısı o kitabdan keçiblər. Və hamısı ərəblə öyrəniblər. Ona görə onu çalışırlar, belə üslubda onu yıxsınlar ki, nə qədər millət olursa olsun, hansı ki, müxtəlif ölkələrdən gəlirlər və s. Hamısı o o kursu oxusalar düzgün şəkildə. Ərəb dili öyrənirlər, kifayət qədər öyrənirlər. Ona görə əgər bu kitabçanı, bu dərsliyi həqiqətən yaxşı öyrəniblərsə, ehtiyac deyil, yoxdur sonra məsələn əcrümiyə oxumaq. Sonra bəlkə haçansa təkrar kimi əcrümiyə ola bilər, oxuyasın. Çünki əcrümiyədə olan şeylər, deyin edirəm, orada hər şey var. Sadəcə əcrümiyə sənin üçün onları tərtib edəcək. Məsləhət nədir? Əgər yaxşı oxumusunuzsa bu ərəb dili kursu, hansı ki Mədinə ərəb dili kursu, ondan sonra başlamaq yavaş-yavaş müəllimlə, mütləq müəllimlə asan kitabları oxumaq. Ərəb dilində asan kitabları müəllimlə. Gərək bir 2, 3, 4 dənə kitab oxuyasan ki, ondan sonra özün azad oxuyasan. Niyə görə? Çünki oxumaq, ərəb dilində oxumaq qabiliyyəti, oxumaq, necə deyim, o təcrübəsi biraz fərqlənir. Qrammatika, düzdür, qrammatika lazımdır. Lakin sən artıq oxuyanda sənə təcrübə lazımdır. Təcrübə, çünki orada artıq həmin o qrammatik qaydanın tətbiqidir. Tətbiqidir. Ona görə sən gəlib onu müəllimlə oxuyasan ki, o sənə öyrətsin, necə sən oxuyasan. Nəyə görə? Çünki biz bilirik ki, o ərəb dilində hərəkələr olmur. Yəni o saytlar yoxdur. Sən də onları düzgün oxumaq üçün gərək təcrübə yığasan. 3-4 dənə kitab oxusan inşallah, deməli müəllimdən, artıq sən kitab oxumaq üçün inşallah yavaş-yavaş özün də oxuya bilərsən. Lakin ondan asan qulaq asmaq. Ərəb dilində qulaq asıb başa düşmək başqa dillərdən fərqli olaraq. Qulaq asıb başa düşmək daha rahatdır, nəyə ki oxuyub başa düşmək.